Bu rəvayəti çox uzun zaman öncə bir dəfə danışmışdım. Elə yeri gəlmişkən bir də sabahı bayram olunca istəyirəm ki, bunu deyim. Deməli, bir ailə, gənclər evlənirlər, ailə həyatı qururlar və belə bir şərt qoyurlar ki, biz ailə qururuq və ailə həyatımız olandan sonra, öz ayrı evimiz olandan sonra nə sənin valideynlərin gələcək, nə mənim valideynlərim gələcək. Gənclikdir, sevgi coşur, daşır, razılaşırlar. Bir müddət sonra qapının zəngi vurulur və qız yaxınlaşır xanım qapıya, görür ki, həyat yoldaşının atası anasıdır. Deyir, sənin atan-anan gəlib və şərtimiz var idi da, qapını açmayacaq. Deyir, hə, yaxşı da, şərtimiz şərtdir. Keçir, üstündən bir həftə keçir, yenə qapının zəngini eşidirlər, yaxınlaşırlar. Qızın ata-anası qapıda, oğlan baxır, deyir ki, sənin ata-anandır və şərtimiz bəllidir, şərti pozmuruq. Qız qapının ağzında hönkür-hönkür ağlayır. Deyir, nə olub, necə deyir, yox, mən ürəyim partlayır, atam-anamı görmək istəyirəm, olmaz, atam-anam gəlib. O qədər ağlayır ki, oğlan bunun göz yaşına dözə bilmir, qapını açır və zaman keçir, vaxt keçir, bunların 3 oğlan övladı dünyaya gəlir. 4-cü övlad qız övladı olanda həmin bəy 3 gün, 3 gecə toy bayram edir. Bütün dostları deyir ki, bu nə sirri xudadır, sən 3 oğlan atasısan, bir dəfə yığıncaq etmədin, bir dəfə bizi bir araya yığmadın ki, övladım olub, bir qızın olub, 3 gündür bayram eləyirsən. Deyir, çünki qocalıqda üzümə qapı açanım gəlib dünyaya. Bəli, qız övladlarınızın dəyərini bilin, qədrini bilin, onlardan sevgini heç əsirgəməyin. Sabahki bayram günündə düşünməyin ki, illah ki, bayrama görə yox. Həyatlarının heç olmasa bəlli yerlərində, bəlli mərhələlərində, uğurlarının bir pilləsində onları dəyərləndirin. Və mən hər zaman deyirəm ki, qız uşaqlarınızı çiçəklərlə bəsləyin. Qoy o çiçəyi atasından, anasından, ailəsindən görsün. Sabah yad bir oğlanın bir çiçək verəcək deyə sevgisinə möhtac qalmasın. O sevginin qarşısında aciz qalmasın. Sabahki bayram gününüz mübarək olsun.